Salam əziz şagirdlər və valideynlər. Bildiyiniz kimi artıq buraxılış imtahanları yekunlaşdı və qarşıdan blok imtahanları gəlir. Elə bu səbəbdən də aprel ayının 1-dən etibarən 9-cu, 10-cu, 11-ci siniflər üçün kimya fənninin sürət qruplarımız yaradılacaq. Sürət qruplarımızda heç bir bazası olmayan şagirdlər belə proqramı tam mənimsəyə biləcəklər. Çünki mövzular ən əvvəldən sıfırdan keçiriləcək. Həmçinin hər bir mövzu ən xırda detallarına qədər izah olunacaq. Dərslərimizə həm yəni gələn şagirdlər, həm də ondan qoşulan şagirdlərin hər biri qısa konspektlərlə təmin olunacaq. Dərs bitdikdən sonra həmin dərsin, həmin mövzunun video materialı qruplara göndəriləcək ki, şagirdlər dərs bitdikdən sonra həmin mövzunu yenidən dinləsinlər və mövzunu tam da möhkəmləndirsinlər. Bundan əlavə olaraq dərslərimizdə əsas test toplusunun testlərindən istifadə edəcəyik. Bunu bitirdikdən sonra güvənin testlərini işləyəcəyik və əvvəlki illərin qəbul testlərini. Çünki biz bilirik ki, hər il demək olar ki, 30 sualın 15-20 dənəsi ya əvvəlki illərin suallarından, ya da ki, test toplusunun suallarından düşür. Ona görə bizim ilk öncə işimiz test toplusu, sonra əvvəlki illərin qəbulları və güvən testləri olacaq. Dərslərin gedişatı ilə yaxından tanış olmaq üçün ilk ödənişli sınaq dərsimizi iştirak edə bilərsiniz.